sən azı həftədə 2 dəfə, 3 dəfə tərləməlisən. Çünki insan tər vasitəsilə bədənindən olan o neqativ duyğuları, bilirsiniz göz, nəzər, bu şeylər hamısı var, əməl, neqativ enerjidir. Hansını ki insanlar müəyyən qara qüvvələrlə işləyərək onu yönəldirlər, misal üçün kiminsə ünvanına və o sənin bədənivə, sənin zehninə oturur. Sən tərləyərək, misal üçün yoga edirsən və yaxud idman edirsən, qaçırsan, sən bədənindən bütün o neqativ enerjiləri çıxardırsan. Bu onun ruhani tərəfidir. Fiziki tərəfi odur ki, hüceyrələr yenilənir, qan dövranı, limfa. Misal üçün limfadan bilirsiniz nə qədər insanlar əziyyət çəkir. Səhər dururlar, bədən şiş. Biraz yaşlı nəsil vəbşi əziyyət çəkir, onlar dərman içirlər. Amma biz yəni yüngül hərəkətlərlə, fiziki hərəkətlərlə o qədər bədənimizi mükəmməl vəziyyətə sala bilərik ki, diqqət etməliyik, özümüzə yatırım etməliyik.